Aha. Deməli, bugünkü dərsimiz bizim cases of nouns, isimlərin yəli çalı. Bax, bu qıraqda yazdığım adlar var. Possessive case, bir də genitive case. Sualda iki şərtlə düşür. Possessive case yazsalar da yox. İkisi də yəli çal deməkdir. Yəni testin şərtində possessive case də görsən, yəli çal götürürsən. Genitive case də görsən, yəli çal götürürsən. Demək istədim. PDF-i göndərəcəm mən. İzahı da göndərəcəm, PDF-i də göndərəcəm. Aha. İsimlərin yəli çalı apostrof S, S apostrof və of-la düzəlir. Bəs bunların fərqi nədir? Biz canlı isimləri düzəldirik. Apostrof S, S apostrofla, cansızları of-la. Məsələn, gəl baxaq. Demək istəyirəm ki, mənim anamın kitabı. Azərbaycan dilində bilirsiniz də, məsələn, deyirəm ki, mənim anamın kitabı, nə bilim, qızların kitabları, bu mənada. Aha, mənim anamın kitabı deyəndə, deyirəm ki, my mom, apostrof S book, my mom's book. Amma qızların kitabları deyəndə, deyirəm ki, the girls' books. Həm qızları cəmləndirirəm, həm də books bu formada. Bəs of nə zaman istifadə olunur? Cansızlarda. Məsələn, demək istəyirəm ki, otağın qapısı. The door of the room. Otağın qapısı. Fikir verdinizsə, arxadan önə doğru tərcümə elədim. Yəni, bu da yadınızda qalsın. Otağın qapısı deyəndə, qapı sözü ilə başlayıram. The door of the room. Bu formada gedir, cansızlarda. Yaxşı. İndi mən dedim ki, yaxşı, apostrof S apostrofla olur, bir də of-la olur. Deyəsiniz ki, nə rahatdır. Testdə görəcəm apostrof S-i, işarələyəcəm, olacaq cavab. Sizcə bu qədər rahat olar imtahan? Aha, təbii ki, rahat olmayacaq. Çünki hər gördüyün apostrof S yəli kal sayılmır. Çünki bu izin qısa forması. Məsələn, buradan yazım. Apostrof S ola bilər. İzin və yaxud da ki, həzin qısa forması. Yəni, bunların da qısa forması apostrof S kimi yazılır. Bunu necə tapıram? Apostrof S-in yəli olması üçün ondan sonra, bax, sarılamışam, mütləq artiklsız isim və yaxud da sifət isim gəlməlidir. Yəni, gələn isim də artiklsız olmalıdır. Artikl isim olmaz. Keçirəm nümunələrə, example'lara. Məsələn, deyirəm ki, Nick'in dostu. Nick apostrof S friend, Nick's friend. Nick'in dostu. Bir də deyirəm, Nick'in sevimli dostu. Görsən, sifət isim quruluşu. Nick's favorite friend. Nick'in sevimli dostu. Amma, məsələn, Nick'dən sonra qoyuram ki, Nick apostrof S going. Bu nədir? İzin qısasıdır. Nick is going. Məsələn, rəqəm gəlirsə, artikl gəlirsə, nə bilim, zərf gəlir, əvəzlik gəlir, hər hansı bir başqa bir digər üzv gəlirsə, deməli, bu nədir? Yəli kal deyil. Sual olan var bura qədər? Aha, bilirsiniz də ekranı yaxınlaşdırmaq olur. Yaxınlaşdırın, siz rahat baxın. Aha. Soyad məsələsi. Soyad məsələsi necədir? Əgər bir soyad bütöv ailəni bildirir. Bütöv ailə bildirmək nə deməkdir? Məsələn, Həsənin soyadı Kərimovdur. Deyirəm ki, Kərimovlar ailəsi Azərbaycan dilində izah edeyim, sonra keçəcəm ingilis dilinə. Kərimovlar ailəsi deyəndə mən Həsəni də nəzərdə tuturam. Həsən anasında, atasında, bacısı, qardaş bacısı onları, yəni hamısı aiddir bura. Ailənin bütün üzvləri. Aha. Amma məsələn tək deyirəm ki, Mr. Kərimov. Bu zaman deməli təkcə Həsəndən söhbət gedir. Başqasından söhbət getmir. Bir dənə həmin bir kişidən söhbət gedir orada olan, ailədə olan. Bütöv ailəni bildirəndə önünə Z yazıram. Baxın. Və sonuna S apostrof artırılır. S apostrof. Amma önündə Mr. Mrs. Miss ifadələri varsa, apostrof S-lə düzəldirəm.
Baxın, apostrof S-dən düzəldirəm. Məsələn, deyirəm ki, the Məmmədovs. S artırdım, S apostrof. Deməli, bu nədir? Məmmədov ailəsi hamısı. Mr. Məmmədovs, deməli, cənab Məmmədov. Bir dənə Məmmədov olan bir kişidən söhbət gedir. Ən çox qarışdırılan hissə budur. Buna belə 4 dənə qulaqla qulaq asın, yadınızda qalsın. Deyirəm ki, məsələn, ortada and olur. Bir tərəfə apostrof S qoyuramsa and olanda, bu o deməkdir ki, ortaqdır bu. Amma yox, hər iki tərəfə apostrof S qoyuramsa, deməli bu ayrı-ayrı deməkdir. Məsələn, indi burada anazat da yazmışam. Məsələn, gəlin başqa bir nümunə yazım. Deyirəm ki, məsələn, Bob and Kate. Bir dənə apostrof S qoyuram Kate-ə. Və yadınızda qalsın, bir dənə qoyduğunda mütləq ikincidə olmalıdır. Birincidə qoyub ikincini boş saxlaya bilmərəm. İkincidə apostrof S olması mütləqdir. Bob and Kate, məsələn, book, ortaq kitabı. İkisinin ortaq kitabı. Bir də deyirəm ki, Bob and Kate. Hər iki tərəfə apostrof S qoyun. Apostrof S. Bu tərəfdə də apostrof S. Books, kitabları. Düzdür, yuxarıdakında da S yaza bilərəm. Yaza bilərəm burada da. Bu da nəyə görədir? Gəlin məğzini izah edin. Nəyə görə? Deyirəm ki, Bobun və Kate'in kitabı və ya da kitabları. Yəni, bunların ortaq şəkildə bir kitab da ola bilər, 5 kitab da ola bilər. Ola bilər, məsələn, siz ortaq bir kitab da almışsınız. Ortaq 5 dənə də kitab ala bilərsiniz bir yerdə. Bir də var. Bobun və Kate'in kitabları. Ayrı-ayrıdırsa, ayrı-ayrı bir dənə kitab ola bilməz. Ayrı-ayrıdırsa mütləq o isim cəmlənməlidir. Aydındır? Sonra keçirəm digər hissələrə. Məsələn, ana sözü. Bobun və Kate'in anası. Ortaq ana deyə bilərəm də. Məsələn, yəqin ki, Bobla Kate bacı qardaşdır. Bunların ortaq bir anası var. Amma deyirəm ki, Bob and Kate's mothers. Anaları deyə bilmərəm. Ortaq anaları ola bilər onların sizdə? Ola bilməz. Deməli, nə olmalıdır? Ortaq anası mümkün deyil. Ayrı-ayrı yazanda da deyirəm ki, Bob's and Kate's mothers. Ayrı-ayrı anaları var. Bir də bədən üzvləri. Bədən üzvləri ortaq ola bilmir. Məsələn, deyirəm ki, Bob's and Kate's hands. Bobun və Kate'in əlləri ayrı-ayrı. Bobun da əli ayrıdır, Kate'in də əli ayrıdır. Amma bir də durub deyirəm ki, Bob and Kate's hand. Bobun və Kate'in əli. Ortaq əli necə ola bilər? Bitişik. Bir uşaq mənə qayıdı demişdi ki, bəlkə bunlar bitişik uşaqlardır. Ortaq əli var. Yəni, o istisna bir şey. O bilsiz necə bir şeydir? Nadir bir şeydir deyə. Onu saymırlar qayda olaraq. Yəni, normal olaraq, normal qaydada ortaq əl ola bilməz. İki insan ortaq əli ola bilmir. Bir də valideyn sözü var, parent sözü. Bunu ortaq kimi yazanda təkdə də yaza bilərəm, cəmdə də yaza bilərəm. Məsələn, deyirəm ki, Bob and Kate's parent. Ortaq bir dənə valideyn yazıramsa, bu da nə deməkdir? Yəni, bir dənə məsələn, anasından söhbət gedir, atasından söhbət gedir. Amma ortaq S-lə yazanda, bu o deməkdir ki, yəni, bunların həm anasından, həm atasından söhbət gedir. Ortaq, yəni, hər ikisi ola bilər də bunlarda. Həm ana, həm ata. Sonra bəzi cansız isimlərin yeri çalı apostrof S-lə düzəlir. Biz nə demişdik? Cansız isimlər nə ilə düzəlirdi? Of-la düzəlirdi. Amma bəzi cansızlar da apostrof S-lə düzəlir. Bunlar hansılardır? Məsələn, zaman bildirən sözlər. Məsələn, demək istəyirəm ki, 3 saatlıq görüş. Necə deyirəm? Deyirəm ki, 3 hours meeting. 3 saatlıq görüş. Baxın, gördünüz, rəqəmdən sonra gələn isim cəmləndi də. Cəmləndi isə apostrof oldu. Bəzən testlərdə səhv olsun deyə nə yazırlar? Yazırlar 3 hour apostrof S meeting. Bu səhv ifadədir. Rəqəmdən sonra gələn isim cəmlənməlidir. Amma zaman bildirən yesterday, tomorrow, today sözləri cəmlənmir. Məsələn, today's meeting deyirəm, bugünkü görüş deyirəm. Amma today's deyə bilmərəm. Today's meeting deyə bilmərəm. Bax, bu da testlərdə bəzən
səhv kimi çaşdırmaq üçün verilir. Sonra məsafə bildirənlər, məsələn 1 kilometrlik yol. Deyirəm ki, a kilometer apostrophes road, 1 kilometrlik yol mənasında. Bir də varlığı təklər. Məsələn, günəşin şəfəqləri, the sun's rays, the earth's surface, yəni yerin səthi mənasında bu zaman biz apostrofdan istifadə edirik. Bir də ən sondur bu. Bu çox maraqlı bir hissədir. Sonu ing ilə bitən ifadələr. Məsələn, writing sözü var. Bu həm yazmaq deməkdir, fe'l olaraq, nəsə yazıram. Həm də yazı bacarığı mənasında tərcümə olunur. Yazı bacarığı mənasında tərcümə olanda isimdir. Yazmaq mənasında olanda olur bu fe'l. İndi başa düşdünüz ki, əgər bu yazı bacarığı deməkdirsə, isimdirsə, deməli bu yərəkal sayıla bilər. Amma yazmaq fe'ldirsə, dedik apostrofdan sonra ancaq isim gəlməlidir, yərək olmaq üçün. Fe'ldirsə, deməli bu yərəkal deyil. Testdə məsələn bəzən iki variantda bunlar olur. Tapmaq lazımdır. Görün bu isimdir, burada fe'ldir. Hardan tapırsınız? Əgər həmin cümlədə ikinci başqa bir xəbər varsa, deməli bu özü isimdir də. Bir cümlədə iki xəbər olar? Yox. Əgər sadə cümlədirsə, necə iki xəbər olsun? Bu nədir? Məsələn, yazmışam burada. Javid's writing was good. Cavidin yazısı yaxşı idi. Yəni keçmiş zamanda yaxşı idi. Mənasında, görürsünüz yazı mənasına gedir. Bir də deyirəm ki, Cavid is writing an article. Cavid məqalə yazır. Görürsünüz burada başqa bir xəbər yoxdur. Deməli nədir? Bu özü xəbərdir. Aydındır bura? Yaxşı. İndi qaydadan kimin sualı var? Versin sualı, bir də izah edeyim. Sual yoxdur.